Ədliyyə Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizə və dövlət qulluqçularının etik davranış qaydaları mövzusunda təlim keçirilib. Təlimdə mövzular Ədliyyə Akademiyasının əməkdaşları tərəfindən tədris edilib. Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov təlimlərin əhəmiyyətinə toxunaraq artıq antikorrupsiya mövzusunda dərsliyin hazırlandığını bildirib və gələcəkdə hüquqi maarifləndirməyə dair müxtəlif tədbirlərin keçirilməsinin planlaşdırıldığını qeyd edib. Elm və Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Elvin Rüstəmov çıxışı zamanı son illərdə bu sahədə qanunvericiliyin daha da təkmilləşdirildiyini, korrupsiyaya qarşı mübarizəyə yönəlik hüquqi bazanın möhkəmləndirildiyini və müvafiq qurumların yaradıldığını bildirib. Onun sözlərinə görə bu sahədə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan 1800-dən çox maarifləndirmə tədbiri 75 min nəfəri əhatə edib və bu tədbirlər xüsusilə təhsil işçiləri və gənc nəslin etik dəyərlərə əsaslanan davranış modeli formalaşdırmasına yönəlib. Ədliyyə sahəsində İdarəetmə Kafedrasının müəllimi, təlimçi Fərdin Xəlilov təhsil prosesində yaranan etik dilemmalar və onların deontoloji həll yolları mövzusunda maraqlı və maarifləndirici çıxış edib. Fərdin Xəlilov etik davranış prinsiplərinin yalnız iş mühitində deyil, həm də təhsil prosesində nə qədər vacib rol oynadığını vurğulayaraq bu sahədə deontoloji yanaşmanın əhəmiyyətini diqqətə çatdırıb. Bu təlimlər vasitəsilə ümumiyyətlə korrupsiya qarşı mübarizə, antikorrupsiya davranış modelinin formalaşdırılması, ümumiyyətlə son illərdə, yaxın zamanlarda qanunvericilikdə baş vermiş dəyişikliklərin izahı, təlimin əsas mövzularından biridir. Elm və Təhsil Nazirliyinin bizim ilk əməkdaşlığımızdır bu bənd çərçivəsində və ümid edirik bu əməkdaşlıq daha da genişlənər və eyni zamanda həm təhsil işçilərinə bu sahədə onlarda antikorrupsiya davranış modelinin formalaşdırılması, eyni zamanda dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı maarifləndirmə məsələlərində əməkdaşlıq gözlənilir. Təlim interaktiv və qarşılıqlı fikir mübadiləsi formasında aparılıb. Dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Sonda isə təkliflər irəli sürülüb və təlim iştirakçılarına sertifikatlar təqdim edilib.